Yadıma düşdü, qoy biraz üzümüz də gülsün. Mənə dostlardan biri danışdı, deyir, getmişdi başqa ölkəyə. Neçə 10 nəfərə yaxın dost. Gəldik, çatdıq. İndi oteldə qalırıq, otaqdır da. Ayrılıb 2 dostlar getdilər, əsimiz 2-3 nəfər bir yerdə. Məsələn, bir otaqda, o birisi. İndi 2 dənə dostumuz da bir otaqda qalmışdı. Axşam vaxtı deyir, biri gəldi, kondisioneri yandırdı. Yatdı. Hava ev otağın sərinləşdi. O birisi yuxudan durdu, gördü, soyuqdu, getdi, söndürdü. Bu durdu, gördü, istidi, getdi, yandırdı. Bu durdu, gördü, soyuqlu, söndürdü. Təxminən səhərə qədər bir 10 dəfə bu yandırıb, 10 dəfə bu söndürüb. Amma bilmirlər nə var, nə yox. Səhər oldu, o biri düşdü birinci qabağa, getdi resepsiyona yaxınlaşır ki, qardaş, bu nə otaqdır, bu nə oteldir, belə otel olardı, nə olub qardaş? Deyir, bu nədir, yandırıram, kondisioneri sönür. Bu nə otaqdır? Belə otaq olar, bu qədər də pul alırsın. Ne biraz danladı, bu çıxdı, getdi, keçdi kənar, o birisi gəldi, düşdü. Ya qardaş, dedi, bu nə otaqdır vermişsin, nə olub axı? Deyir, bunu söndürürəm, kondisioner yanır. Deyir, axırda o resepsiyon qaydır bunlara ki, qardaş, problem bizdə deyir, problem sizdə bir dənə 2 dəqiqə oturub söhbət edirsiniz bir-birinizlə. Bilirsiniz ki, nə var, nə yox, biriniz yandırırsınız, biriniz söndürürsünüz. Siz özünüz aranızda söhbət eləməmişsiniz. Məsələn, bir-birinizlə danışsaydınız, mənim üstümə də gəlməyəcəksiniz.